Elin dediği düzdür. Koroğlu'nun nəvəsi sən ki nəvəsi. Arxayın gedəmi. Çalışdan da nigaran qalma, arxayın ged. Birinci mənə. Ya sen benden sonra gelmişsin. 4 gündür bu ərzə qayasın deyən birinci mənim şikayətim. Buna bu oğrudur. Oğru özünsən. Oğru atondu. Atom-atomdur. Adam sizi vururum ama ben seni hele bir danışıyorum. Görsen. Ay ki salıyla ki. Hamının şikayetine bakılacak. Sen de derdin diyersen sen de... Gördün diler ben. Atonla. Maşallah, qoça olan böyüdüm sən. Nökərindir. Ne bir gelir. Evvel benim şikayetime baksana. Şuraya! Ne sıkışmışsın Recep'tin de. Geçer kişi. Baş ağrın alım. Ne diyeyim ki? Yaxşı. Gəlin görüm kimin nə dərdi var. Kimdən başlayaq? Məndən. Ne bu kaka? Başına dolanım ha ne bir. Benim bir oruç torpağım. Bir cüt öküzüm vardı, bir çətəndə külfətim. Günlərin bir günü necə oldusa öküzümün biri vurdu, öldü. Elim kolum kesildi, kaldım məhətər. Getdim Ağzəbədi bazarına öküz almağa, qanı qiymətinə dedilər. Ala bilmədim, kör peşman qayıtdım, gəldim. Gəlib nə görsəm yaxşıdır. Gördüm bu biri öküzdə yoxdur. Nə? Yer qalmadı, axtarmayayım. Sən demə bu oğruymuş. Oğru özünsən. Oğru sən atandı. atondu. Qaqa. Dayan görək, o nə deyir? Belə də kişi, Yo, başın haqqı elə deyil. Mənim də öküzüm ölmüşdü. Əkin vaxtı gəlib çıxdı, qaldım mətəl. Sonra gördüm o örüşdə nə diyor, bir öküz otlayır, özü də ki yersiz yatsız. Götürdüm koştum cütə. Gidim yersiz çıxaraya, verərəm də. Tövbe yalanı bu. Bu qiblə haqqı düz deyir. Aşı yalansın, gübre sana kalım olsun. Sənə qiblə qalbim olsun. Aşı, al sakalına utanmışsın, yalan mı? Hər şey məndən deyil. Dayanın ha kişiler. Dayan o da. Göreyim ne bir qağa ne deyir. Lap yaxşı düşsün də. deməli sənin bir öküzün var. Onun da bir öküzü. İkisi bir yerde eləyir, bir cüt qoşqu. Onda belə eləyin də, sən bir öküzü də ver ona torpağını şumlasın, özündəki... Yox, bu düz olmuş. Tapdım. Öküzlərinizi də birləşdirin. Torpağınızı da. Şərikli əkin, şərikli də becərin. Ha? Atalar necə deyiblər onu, əkəndə də, yiyəndə də ortaq qardaş. Ha? Belə deməyiblər yəni. Necədir? Yaxşıdır, laf əntiqədir. Mənə bax, barışın. Barışın gedin evə. Niye? Eşitmediniz ne bir qağa ne dedi? Ne Gidin gözlüyorsun? barışın Ha ya. yaxşı gedin barışın da. Nə bu qağa? Vallahi utanıram da deməyə. Utanma ki. Şikayetin nədir? Nə bu qağa? Namusum əldən gedir. Namusun? Ne olub ki? Əl məndən, ətək səndən, qutar məni rüsvayçılıqdan. Arvadım çox göyçək idi mənim. Gündüz çıraqla da bütün malı gəzsən, elə qəşəng arvad tapmazsan. Ancaq kəndxuda tollayır onu ki, sən cüccü-müccü xörəyə deyilsən. Harda oldu kəsir qabağını deyir, sən kəndxudaya layiq arvadsan. Nə olub bəyəm, biz kişi deyilik, nə olar kasıb olanda? Kasıbın yəni qeyrəti zadı yoxdur.
Kent Xudanı. Buradayım Ayın abi, buradayım. Selamünaleyküm. Hoş gelmişsin bizim kendi. Ne demişsen bu kişinin arvadına? Hansı kişi? Kudurmusan, Bebiş. yalın artık düşüp diyesen. Bebiş. Nədir? İbiş. Gör nə ibiş salıb indi. İbiş. Heç o yan bu yanı yoxdur. Tabii, ibiş. Gəl bura görməz. Niyə mənim bu arvadıma demisən ki, səndən çulucuruq ibiş arvad olmaz? Niyə demisən ki, sən gərək kənd xuda arvad olasan, ha? Ha düz deyir də. Əsl Kent Xuda arvadı olmağa layiqdir. Siz nə deyirsiniz cəmaat? Mirzə, Bəli. otur yaz. Səlim bəyə. Yaxşı, cənab Səlim bəyə. Mən Nəbi Alıoğlu, İbiş, at ona nə? Məmməd Əli. Məmməd Əli oğlunu bu kəndə Kent Xuda təyin eləyirəm. Əgər ona güldən ağır söz desən, bu qəzada, bu mahalda ya gərək sən qalasan ya da mən. Vəssalam. Yaxın gəl. Verərsən Səlim bəyə. Başda doğru deyiblər ki, hardakı sənin adın var, orada haqq ədalət var. Allah mənim ömrümdən kəsib sənə versin. Ona bu da azdır. Allah səni bizim başımızın üstündən əssi eləməsin. Görüm ki canımı dərdazar alsın. Spirgə bunların soğuya qalsın. Mən rüsva eləmə, Vəli. Bu mənim ölümdən də betərdir. Vəli!